Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, bu insan bu işin ustasıdır da. Bu evlər maşallah ki, baxın deyirəm sizə, 10 gündən sonra mənlə əlaqə saxlayın, mən sizə deyirəm ki, bu ev qalmayacaq, bu ev satılacaq. Evimiz yerləşir Mərdəkanda, Babaəliyev küçəsində. Teymur Quliyev sanatoriyasının yanında, Mərdəkanın ən hündür ərazisində. Mərkəzi yola 20 metr. Gözəl bir məhəllə. Demək olar ki, qapalı bir şəhərcik. Hansı ki, bu şəhərciyin içərisində yaşayan insanların bu şəhərciyə giriş-çıxışı üçün özlərinin pultu lazımdır. Necə deyərlər, şlaqbaumlu bir küçədir. Hər evin özünün pultları var. Giriş-çıxış üçün. Qazı, suyu, işığı, interneti. Burada nə danışayım? Mən bunları danışmaq istəmirəm. Niyə görə? Çünki burada hər bir şey var. Baxın, yer haqqında məlumat verdim. İndi bir dənə bu məlumata baxın. 5 sot, 5 otaq, 5 sanitar qovşağı, 520 min manat. Tam əşyalı, tam elektronikalardan tutmuş, kondisionerlərə qədər hamısı evin daxilində var. Biz hal-hazırda bu evin qonaq otağındayıq. Qonaq otağında gördüyümüz kimi tvistend, gözəl bir tvistend yığılıb. Tam mərkəzdə televizorumuz qoyulub, divanımız, kreslomuz və yemək masamız. Qalxaq. Bir-bir sizə tanış eləyəcəm. Bu evi özüm mən bilərəkdən evin daxilindən başladım ki, birinci təqdimat eləmək üçün rahat gördüyümüz kimi 8 nəfər oturub yemək yemək üçün böyük bir masadır. Əlbəttə ki, tək evimiz qonaqlı qaralı olsun, adam çox olsa artırmaq olar oturacaqları. Həyətdə göstərəcəm mən. İndidən deyim, həyətimizdə geniş maşın saxlamaq üçün ərazi var. 5 sota baxaraq burada yaşıllıq zonası var. İsti hovuz, 4 metrənin 8 metrə olan isti hovuz, söhbətgahımız, söhbətgahın içərisində də sanitar qovşağı soyuducudan tutmuş televizora qədər mövcuddur. Evin ümumi giriş qapısıdır. Keçən kimi asılğan və bəzənmə stolu. Bura mətbəx otağımızdır. Ev ümumi olaraq 210 kvadratdır. Mətbəx otağında soyuducu, kondisioner, televizor, tam mərkəzdə olan 6 nəfərlik yemək masası, birbaşa hovuza görüntüsü var, çıxışı var. Mətbəx otağında qab yuyan maşın, qab sobası, üzr istəyirəm, qaz sobası, 2 gözlü su hövzəsi, paltar yuyan maşın və sobalar. Ev bütöv olaraq isti döşəməylə təmir olundu. Paket kupçadır. Evin daxilində 4 yataq otağı var. Tam mərkəzdə olan, baxın, bu elektrik kameni çox qəşəngdir, çox da gözəl qoyulub, zövqlüdür. Elvin, necəsən? Divarın içərisində olan dolab geniş, 60-dan çox deyil. Birinci yataq otağı. Divarın içərisində dolab, yataq dəsti, bəzənmə stolu, kondisioneri, televizoru və daxilində sanitar qovşağı. Hər bir şey var, hər bir şey. İnsan hər şeyi düşünüb ki, gələn müştəri heç nə almağa ehtiyacı olmasın. Sadəcə nə alacaqsınız? Qab, qaşıq. Əslində, yüngülvari qab, qaşıq da var, çünki mətbəxdə də var, qonaq otağında da. Ümumi sanitar qovşağı, tam mərkəzdə yerləşən. Bir daha söyləyirəm, 5 sot, 5 otaq, 5 sanitar qovşağı, 520 min manat. Yataq otağı, hər şey var. Bu da bu yataq otağının sanitar qovşağı. Üçüncü yataq otağı. Bir dənə bu yataq otağında sanitar qovşağı yoxdur.
Qalan 3 yataq otağının özünün sanitar qovşağı var. Dördüncü yataq otağı. Buna ne deyirlər? Vavyen. Oradan yanır, buradan sönür, buradan sönür, oradan yanır. Hündür tavan, güzel bir görüntüsü olan bu ev Mərdəkanın, bir daha söyləyirəm, ən gözəl yerlərindən birində satışa çıxıb. Əziz və dəyərli izləyicilərimiz, indi isə biz çıxırıq həyəti sizə təqdim eləməyə. Ümumi giriş qapı, bax, geniş bir dəhlizi var, geniş, çox böyük bir dəhlizi var. Çıxaq çölə. Çıxaq evin həyətində sizə təqdim eləyim. Həyətdə nə yerləşirsə, onları da sizə göstərim. Əziz izləyicilər, baxın, bu evin orada qonaq otağın qarşısından düz axıra qədər burada verandası var. 2 dənə şezlong qoyulub bura. Hovuzumuz isti hovuzdur. Esenjero bütün xəttləri çəkilib hazırdır. İstədiyiniz vaxtı qızdırıb çimə bilərsiniz. 27-30 dərəcəyə qədər qızdırmaq mümkündür. Bu nədir? Bu tut ağacıdır. Tut ağacıdır. Tut ağacı. Tut ağacı. Kötüydən çıxarılıb belə bir dekor verilib. Vurulub bura. Hovuz da maşallah 4 metrənin 8 metrəyə olan filtrli, tam işləy vəziyyətdə olan hovuz. Yaşıllığı bu da ki, evin həyətində yerləşən yayqış mətbəxi. Döşəməsi isti döşəmədir. Daxilində sanitar qovşağı var. Manqalı var. Mətbəx mebeli, TV stendi, televizori, xaladelniki, qaz sobası, su hövzəsi, soyuducu, üzürlü say soyuducu, baş üstə. Avtomatik olaraq darvaza, putla təchiz olunmuş, interneti çəkilib, kamera xəttləri hamısı çəkilib hazırdır. Qazı, suyu, işığı hamısı daimi. Bir daha söyləyirəm. 5 sot, 5 otaq, 5 sanitar qovşağı 520 min manat. Paket kupça. Sağ olun.